Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Aşıq Əli Tapdıqoğlu xanəndələrdən şikayət edib. Xəbər verilir ki, sənətçi muğam ifaçılarının Aşıq mahnısını oxumasını pisləyib. Gün ortası verilişinə yer alan Əli verilişlərə şərt qoyduğunu da etiraf edib. Müsahibə verirəm, verilişdə səsimi kəsirlər. Biz musiqiçilərin dolanışığı el şənliklərindəndir. Gedirəm, görürəm estrada oxuyanlar və ya muğam ifaçısı. Məclisdə bütün Aşıq mahnılarını oxuyur. Sonra sözü verir mənə. Bəs mən nə oxuyum? Dəfələrlə Ədalət Şükürovla bir məclisə düşmüşük. Bizi görəndə deyib ki, Aşıq mahnıları verməyin. Etik qaydaları qorumaq lazımdır. Baxıram xanəndələrə Aşıq mahnısı oxuyurlar. Barmaqla sayılacaq qədər xanəndəmiz var ki, tar kamanı qoruyur. Gedəcəyim bütün verilişlərə şərt qoymuşam ki, mən olan efirdə xanəndə Aşıq mahnısı oxumasın.